Rusiyanın Yekaterinburg şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyin Səfərovların qardaşı Seyfəddin Hüseynli hadisə ilə bağlı Space xəbərə danışıb, izləyək. Seyfəddin Hüseynli deyir ki, qardaşlarının evlərindən aparılmaları barədə xəbəri dünən günorta saatlarında alıb. Onun sözlərinə görə Rusiyada digər xalqlara qarşı zaman-zaman bu cür münasibətin olduğunu bilsə də, baş verənlərin növbəti miqrant yoxlaması kimi qəbul edib. Lakin sonradan o yaxınları ilə əlaqə saxladıqda vəziyyətin əslində nə qədər dəhşətli olduğunu anlayıb. Yaşı 55, 60, 62, nə bilim 30 yaşa qədər olan cavanlı, yaşlılı, artıq ağsaqqal yaşında olan mənim qardaşlarımı, əmim uşaqlarım və başqa Azərbaycanlıları, başqa bölgələrdən olan insanları bunlar işgəncə ilə döyə-döyə maşınlara mindirib bəlli olmayan, özlərinin də bildirmədikləri istiqamətə aparıblar. Təxminən 2 saatdan sonra artıq sən demə səhər çağlarından etibarən, səhər radələrindən etibarən artıq işgəncə altında mənim qardaşımın biri öz həyatını itirib, Səfərov Ziyəddin Mehdioğlu. Onun 55 yaşı vardı, çox dinc bir insan idi. Bütün tanıyanlar şahidlik eləyər ki, o çox nümunəvi həm Azərbaycanlı idi, həm də nümunəvi Rusiya vətəndaşı idi. Ondan sonra bir müddət keçdi, mən hələ bu müsibətin şokundan özümə gəlməmiş qardaşım Səfərov Hüseyin Mehdioğlu'nun 59 yaşında, 60 yaşına qədəm qoyan qardaşımın da həmin işgəncələr nəticəsində həyatını itirdiyini öyrəndim. Bizim insanları ağır işgəncələrə məruz qoyublar, qabırğası sındırılanlar, başı əzilənlər, canına yüksək şiddətdə elektrik cəryanı verilənlər. Yəni bütün bunları hansısa həqiqəti, güya ədaləti ortaya çıxartmaq üçün eləyən bir rejim ən qatil, ən qanlı, amansız rejimdir, xüsusən Azərbaycana qarşı. Seyfəddin Hüseynli deyir ki, qətlə yetirilən şəxslərin nəşləri ailələrinə təqdim edilmir. Mənim lap elə bu saatlara qədər əlaqə saxlamışam. Bəli, nə işi mənim qardaşlarımın nə işi verilməyib. Digər yaralılarımıza tibbi xidmət göstərilir adı ilə əslində göstərilmirdi. Bizim yenə də əlaqədar qurumlar təmasa keçəndən, təzyiq göstərəndən sonra onlara tibbi yardım olundu. Və vaxtında da vəkillə təmin olunmayıblar. Yerləri də gizli saxlanıb. Dediyim kimi ailələrinin telefonları alınıb, təcrid olunublar. Vaxtında əlləri bir yerə çatmayıb, kömək istəyə bilməyiblər. Əsirlikdə əslində saxlanılan, elə biri də mənim böyük qardaşım Səfərov Bakir Mehdioğlu. 61 yaşında, 62 yaşının içində olan bir insanı da hələ orada saxlayırlar və hansısa qondarma, uydurma, yalancı bir məhkəmədən bəhs edirlər ki, ondan sonra buraxılacaq. Bəy Mahir qızı Diana Cəlali, İlkin Həsənov, Space xəbər.